Biz zaman-zaman bu mövzuda danışırıq. Məncə Qarabağdan çox tənqidi mövzuda biz Qarabağın üzərinə hər ilk məğlubiyyətdə çox gedilir. Fərqi yoxdur. Playoff mərhələsində uduzdu, Çempionlar Liqasının liqa mərhələsində uduzdu. Təəssüf ki, nədənsə bəlli bir kütlə mi deyim, bəlli bir adamlar mı deyim, belə bir görüntü yaradır ki, sanki dünyanın sonudur. İlk məğlubiyyətdə Qarabağın üzərinə bir təzyiq dalğası yönəlir. Qurban Qurbanov sərt tənqid olunur, futbolçular sərt tənqid olunur. Halbuki reallıqla baxanda ən yaxşı nəticəni biz Qarabağın timsalında görürük klublarımızdan. Məncə Qarabağı bir kənara qoymalı. Təbii ki, Qarabağda tənqid oluna bilər, Qarabağda da yanlış qərarlar ola bilər, səhv addımlar ola bilər. Bu normaldır, tənqid inkişafa səbəb olur. Amma düşünürəm ki, biz Qarabağdan çox tənqidi yönətməliyik digər klublarımıza. Çünki biz zaman-zaman demişik, təkrar olaraq da deyirik, digər klublarımızın kifayət qədər yaxşı büdcəsi var. Bura Neftçi aiddir, Sabah aiddir, olsun Zirəsi, olsun Araz Naxçıvanı. Yəni bu klublar düşünürəm ki, kifayət qədər olsun Turan Tovuzu, artıq bu klubların böyük büdcələri var, böyük pullar xərclənir. Avropadan kifayət qədər samballı əcnəbi futbolçular transfer edilir, böyük pullar xərclənir. Mən düşünürəm ki, bunun qarşılığında yalnız Azərbaycan Premyer Liqasında 3-cü olmaq, 2-ci olmaq və ya ölkə kubokunu qazanmaq yetərli deyil. Artıq Avropa səhnəsində bu klublar öz ağırlığını qoymalıdır, yaxşı nəticələr qazanmalıdır, ölkəmizi layiqincə təmsil etməlidirlər. Ən pis halda Konferans Liqasının qrupunda çıxış etməlidir bu klublarımız. Bugün biz görürük ki, futbolu bizdən aşağıda olan ölkələr var ki, Konferans Liqasının qrupunda çıxış edən təmsilçiləri var. Bugün Kosovanın klubu Konferans Liqasının qrupunda çıxış edir. Biz halbuki bəzən Kosova Liqasını, Kosova çempionatını bəyənmirik, futbolçuların ora getməsini tənqid edirik, doğru addım kimi qiymətləndirmirik. Amma bugün bəyənmədiyimiz Kosovanın klubu Konferans Liqasında qrup mərhələsi oynayır. Kifayət qədər də normal futbol oynayır. Makedoniya olsun, Albaniya olsun, Albaniya təmsilçiləri olsun. Düşünürəm ki, digər klublarımız artıq ayrılmalıdır, artıq tərpənməlidir, vaxtıdır. Yəni adını çəkdiyim klublarımız, klub rəhbərləri artıq ayrılmalıdır. Bəs yəni bu qədər milyonluq büdcələrlə ancaq çempionatda 3-cü yer tutmaq, 5-ci yer tutmaq, Avrokuboklara vəsiqə qazanmağı özləri üçün bayraq etməli deyirlər, uğur kimi qiymətləndirməli deyirlər. Artıq Avropa səhnəsində nəticə vermək lazımdır. Qarabağ illərdir bunu göstərir ki, mümkündür. Qarabağ kimi demirik ki, heç olmasa Çempionlar Liqasında demirik ki, uğurlu olan playoff mərhələsində vəsiqə qazanın, amma Konferans Liqasında çıxış etmək ən azından borcunuzdur. Buna məhkumsunuz. Əgər biləcəkdən o tərəfə bu uğurlar qazanamayacaqsa, ölkə çempionatında əldə olunan o kiçik uğurlarla övünməyinizə dəyməz.